Azərbaycanda yaşa görə minimum pensiya təminatı almaq üçün vətəndaşlarda müəyyən məbləğdə pensiya kapitalının olması və ya ən azı 25 il sığorta stajına malik olmaları tələb edilir. Ners 24 azın öyrəndiyi xəbərə əsasən ötən il minimum pensiya kapitalı tələbi 40.320 manat olduğu halda hazırda bu məbləğ 46.080 manata yüksəlib. Pensiya kapitalının artırılması əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçirilib. Həmin qanunun 29.1 maddəsinə əsasən hər il fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı indeksləşdirilərək artırılmalıdır. Bu indeksləşmə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq aparılır. 2024-cü ildə də bu prinsip tətbiq edilərək pensiya kapitalı ölkədəki inflyasiya səviyyəsinə uyğun şəkildə artırılaraq 40.320 manata yüksəlmişdi. Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytında dərc edilən xəbərə görə müvafiq yaş həddinə çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Müvafiq yaş həddinə çatan şəxslər üçün pensiya hüququnun yaranması iki əsas şərtdən asılıdır. Minimum pensiya kapitalı əgər şəxsi fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 46.080 manatdan az deyilsə, həmin şəxs əmək pensiyası hüququ əldə edir. Sığorta stajı əgər pensiya kapitalı bu məbləğdən azdırsa, vətəndaşın ən azı 25 il sığorta stajına malik olması tələb edilir. Əlavə edək ki, yuxarıda qeyd olunan şərtlər daxilində kişilərə yaşa görə əmək pensiyası təyin olunması tələb edilən yaş həddi 65 yaş, qadınlar üçün isə 64 yaş müəyyən olunmuşdur.